Bu gecə nəsə olacaq, hazır olmayın. Allah qorusun. Belə 70 ildə Allah qorusun deyə bu gündəyi də. Elədim, Allah açıq gedir. Yaxşısı olmaz, yaxşı. Nə olacaq bəs? Heç nə. Ya ölümün gözünə diş baxıb azad olacağıq, ya da ki kölə kimi yaşayacağıq. Allah hamd olsun, mən öləcəm amma kölə kimi yaşamayacağım, heç olmaz. Lazım gəlirsə qanunun son damlasına qədər savaşacağam. Bəs azad olmaq sonra vaxtına gələydi? Niyə məzunları qanatmalıdır? Niyə zalimların yox? Bu torpaq bizim də ölümün gözünə biz diş baxmalıyıq. Bəs ölüm dedin. Ya da olmaya qorxursan, ha? Qorxuram. Sən itirməkdən qorxuram. Qorxmaz. Düz 5 ildir körpətəzinə həsrət qalmışıq. İndi Tanrı bizə belə bir müjdə vermişkən, Əzrail'e mi yoldaş olaq? Axı olmaz. Bu torpaq bizimdir. Erməni düşmanın qarşısına kim çıxsın? Mən çıxmayayım. Bəlkə kim çıxacaq erməni düşmanın qarşısına, hə? Yəni deyirsən? Gəl. Bizə düşman olan qardaşım, gəl. Niyə başladın? Mən başladım. Gedib almışsan ermənini, sabah da oğlunu verib əmsən güllə atacaq. Qorxmaz nədən çıxsın, qardaş qardaşa qıyar. Qorxmaz. Böyüyümsən. Sən mənim böyük qardaşımsan. Amma bəsdir. Başla qardaşım. İçim özüm yandırıb, çölün başqasını. Mən neyim, mənə çarə denən. Sən deyil. Vuruşaq deyil. Topla tüfənglə gəlirlər. Əl yanı vuruşacaqsınız. Başqa yol var ki, qoyun bir evimizin eyvasına girsinlər. Gedə görə başımıza nə gəlir? Saat 8-ini yaxşı. Qorxmaz. Qorxmaz, səni solu kəsmirlər, gəlirlər. Gəl qaçaq. Gəl qaçaq gedək. Artıq bu sondur. Ya vuruşacaq, ya öləcək. Ancaq Azərbaycan üçün hər şey etməliyik. Getməyin, hara gedirsiniz? Qorxmaz, getmə. Yazığın gəlsin mənə, heç olmazsa oğlumuza yazığın gəlsin. Sən seviyorsun olmaz. Amma getməliyim, vətən mənə gözləyir. Yox, mən də səni sevirəm. Ona görə getməyə qoymayacağım. Oğlumuza yaxşı bax. Mənə baxın burası. Bizim torpaqlarımızda. Lazım gəlsə mən də vuruşacağım.